Həmçinin bizə yönləndirilən suallardan sünnə namazlarını çox az qılan, yaxud ümumiyyətlə qılmayan kəslərə nə nəsihət edərdiniz? Ümumiyyətlə, sünnə namazlarının dinimizdə böyük yeri var. Yəni, bu namazlar, bu ibadətlər, nafilə ibadətlər deyilir buna, sünnə namazları deyilir, ratibə namazlar deyilir. Bu namazlar həqiqətən də insana çox böyük faydaları var. Bu faydalardan danışası olsaq, əlbəttə bunun üçün böyük bir dərs lazım. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, Uca Allah belə deyir. Yəni, ilahi hədisdir. Allah Teala buyurur ki, qulum ona fərz etdiyim namazlardan, fərzlərdən daha üstün bir şeylə mənə yaxınlaşmayıb. Yəni, qulumun mənə ən üstün, ən fəzilətli, yaxınlaşdığı əməli ona fərz etdiyim əməllərdir. Ona vacib etdiyim, fərz buyurduğum əməllərdir. Və qulum nafilə ibadətlərlə mənə yaxınlaşmağa davam edərsə, mən onu sevərəm. Yəni, baxın necə fəzilətlidir. İnsan sünnə namazlarını qıldıqca Allahın sevgisinə nail olur. Yəni, mömin üçün bu dünyada bundan üstün nə var ki, Allahın sevgisini qazanmaq? Və əgər mən onu sevdimsə, deyir Uca Allah, əgər onu sevərəmsə, onun görən gözü, eşidən qulağı, tutan əli, yeriyən ayağı olaram. Yəni, burada qəsd olunan nədir? Qulum yalnız Allahın razı qaldığı şeyə baxar, yalnız Allahın razı qaldığı şeyi dinləyər, yalnız Allahın razı qaldığı şeyə gedər və həmçinin Allahın razı qaldığı şeyi tutar. Və bu, Uca Allahın nafilə namazlarını, sünnə namazlarını qılan kimsəyə olan mükafatıdır. İnsan haramlardan uzaq olur. İnsan haramlardan çəkinir. Allah Teala onu haramlardan qorunur. Bu da ki, Allah Teala'nın sevgisini qazanmağın mükafatıdır. Və həmçinin nafilə namazlar insanın qiyamət günü fərz namazlarında olan naqislikləri tamamlayacaq. Yəni, sən fərz namazlarını qılırsan, fərz namazlarında naqislik var. Aydındır? Yəni, xuşun azdır, vaxtında qılmamısan, tənbəl qılmısan, səhlənkarlıq göstərmisən namazlara qarşı, bu, sənin qıldığın nafilə namazlar sənin fərz namazlarında olan boşluqları dolduracaq. Və bu da yenə, əlbəttə, mömin üçün, yəni, axirətdə olan böyük faydalarındandır. Həmçinin faydalardan insan nafilə namazlar qılmaqla onun ətrafında olanlar, ailəsi, övladları, dostları, yəni onun ibadətini görməklə onların da nafilə namazlara olan sevgisinin artmasına səbəbdir. Sən evdə namazlarını qılırsan və bu arada, yəni yeri gəlmişkən, nafilə namazlarının, bu fərzlərdən öncə və sonra olan ratibə sünnələrin evdə qılınması daha əfsəldir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu namazları evdə qılardı. Və sən bu namazları evdə qılmaqla ev əhli də, həyat yoldaşındır, övladlarındır, onların da bu namazı qılmasına, həvəslənməsinə səbəb olursan. Və həmçinin digər başqa böyük faydaları var. Bəli.